Salam əziz şagirdlər. Bu video izahda biz Mirzə İbrahimovun Gələcək Gün romanını təhlil edəcəyik. Çox maraqlı əsərdir, gəlin baxaq. Bütün günü hər tərəfə od eləyən günəş təzəcə batmışdı. Firidun xırmanın qırağında hələ döyülməmiş buğda tayasının yanında uzanmışdı. Bu nə zaman baş verir? Musa kişinin yanında olarkən. Musa kişinin yanında, xırmanın qırağında döyülməmiş buğda tayasının yanında uzanır. Firidunun gözlərində həyatın ağır və əzablı səhnələri canlanırdı. Uşaqlığı canlanırdı, ata və anasının ölümü canlanırdı, Tehran həyatı canlanırdı, sonra Təbriz. Bu xatirələr içərisində nədənsə Tehranın əsl bir cəhənnəmi andıran isti günləri və boğucu axşamları xəyalından çəkilmirdi. Deməli, Tehranı əsl bir cəhənnəm hesab edir. Tehranda o qədər əzab-əziyyətlər çəkib ki, Tehranın bir cəhənnəm olduğu qənaətinə gəlib. Firidun orada həmişə özünü qəfəsdəki quş kimi hiss edirdi. Burada qəfəsdəki quş kimi ifadəsində nə işlənib? Təşbeh işlənib. Deyir, Firidun Tehranda özünü qəfəsdəki quş kimi hiss edirdi. Bu xatirə qarşısında ona Azərbaycanın ağaclı və sulu kəndləri, yazda yaşıl xalı döşənmiş kimi səfalı çəmənləri, dağları həqiqi bir cənnət kimi görünürdü. Deməli, Tehranla Azərbaycan arasında müqayisə aparır. Deyir, Azərbaycanı bir cənnət kimi görürdü, amma Tehranı bir cəhənnəm kimi görürdü. O çaxmaq qığılcımı kimi ani olaraq qəlbində baş qaldıran bir məhəbbətlə təzəcə biçilmiş, taxıl qoxusu verən yumuşaq və doğma torpağı qucaqladı. Üzünü ona sürtdü. Gözlərindən 2 damcı yaş süzülərək yerə düşdü. Firidun Təbrizin qərbində, Səhət dağının ətəklərinə düşmüş bağ-bağatı və dadlı meyvələri ilə məşhur Azərşəhərdə anadan olmuşdu. Deməli, harda? Təbrizin şəhərində anadan olub. Bir tərəfdə Urmi gölü, burada yer adları çəkilir. Urmi gölü, o bir tərəfdən daima başı qarlı Səhət dağı silsiləsi ilə əhatə olunmuş Azərşəhər təbiətin gözəl və səfalı güşələrindən biridir. Firidun Təbrizin qərbində, bunu çox zaman verir ki, Təbrizin cənubunda yox, Təbrizin qərbində, Səhət dağının ətəklərinə düşmüş bağ-bağatı və dadlı meyvələrlə məşhur Azərşəhərdə anadan olub. Firidunun atası Təbrizin tacirlərindən birinin Azərşəhərdəki malikanəsində bağbanlıq edirdi. Deməli, Firidunun atası nə işlə məşğul idi? Bağbanlıqla məşğul idi. Harada? Azərşəhərdə tacirin malikanəsində. Firidun xırda bir daxmada dünyaya gəlmişdi. Bu hündür divarla hasarlanmış, göz işlədikcə uzanan bağın darvazaları yanındakı iki gözlü palçıq daxma idi. Firidunun atası da, babası da burada doğulmuşdu. Anası hər il mart ayında Novruz bayramı qabağı daxmanın qapı tərəfdən çöl divarlarını ağardar, içəridəki yırtıq kilim və yorğan döşəyə çırpıb təmizləyərdi. Deməli, burada Novruz bayram adət-ənənələrinə yer verilib. Nədir o? Evin təmizliyi. Başqa Novruz bayramı adət-ənənələrindən harada danışırdı? Heydər Babaya salam əsərində də Novruz bayramının adət-ənənələrindən danışılırdı. İçəridəki yırtıq kilim yorğan döşəyə çırpıb təmizləyərdi. Belə yoxsul yaşlılar da onlar özlərini xoşbəxt hesab edərdilər. Bir tikə çörək üçün hələ onların nəslən heç kəs başqasına əl açmamışdı. Pis yaxşı hər il qışı yaza çıxarar və beləliklə aclıq nə olduğunu bilməzdilər. Deməli, bunlar yoxsul yaşlılar da kim özlərini xoşbəxt hesab edir. Verək ki, Firidunun ailəsi özünü bədbəxt hesab edir, yanlışdır. Onlar xoşbəxt hesab edirlər və kimsəyə də əl açmamışlar. Bu yaşda artıq Firidun atasının əlinin altında işləyir, meynələrin dibini boşaldır, ağacları peyvənd edə bilirdi. Yay ayları Azərşəhərə gələn ərbab uşaqlarından o əlifbanı da öyrənə bilmişdi. Deməli, əlifbanı deyər ki, məktəbə gedərək öyrənmişdi, yox. Əlifbanı necə öyrənmişdi? Yay aylarında ora gələn ərbab uşaqlarından. Atası onun vərəqləri cırılmış 1-ci sinif kitablarındakı hekayələri höccələyərək, yəni hecalayaraq oxuduğunu gördükdə, alnından öpüb və iftixarla bu uşaqdan bir şey çıxacaq demişdi. Hətta o bir qədər pul yığıb Firidunu Təbrizə və ya Tehrana oxumağa göndərmək fikrinə düşmüşdü. Deyək ki, Firidunu Təbrizə və ya Tehrana oxumaq üçün göndərir, yox. Sadəcə fikrinə düşmüşdü. Lakin tezlikdə bu xəyalından da əl çəkməli olur. Tehrana köçən köhnə tacir, deyək, tacirin malikanəsində işləyirdi. Azərşəhərdəki malikanəsini satır. Yeni ərbab çox qəribə xasiyyətə malik idi. Onun hərəkət və danışıqlarında insana münasibətlə möhkəm və sabit bir şey yox idi. Yəni, ziddiyyət var idi orada. Möhkəm və sabit bir şey yox idi. O gah qarşısına çıxan hər şeyi vurub dağıdacaq kimi bir dəli, gah da hər şeyə laqeyd münasibət bəsləyən sadəlövh və sarsaq kimi hərəkət edirdi. Onun 12 yaşlı oğlu isə atasının əksinə olaraq çox aydın idi. Yəni, bunun xasiyyəti gah dəli idi, gah sarsaq idi, amma bunda aydın idi ki, birmənalı şəkildə dəli idi.
dalaşan, vurub sındıran, hay basıb ağlayan, qəhqəhə çəkib gülən zırrama bir dəli idi. Yəni bu çox tərbiyəsiz bir uşaq olur. Ərköyünlük və kütlüyün bir nümunəsi olan bu uşaqda ağıl və düşüncənin əlaməti belə yox idi. 4 il məktəbə getməsinə baxmayaraq, 4 il məktəbə getdiyinə baxmayaraq o hələ də əlifbanı öyrənə bilməmişdi. Bunu Əmiraslanla müqayisə edə bilərsiniz. Əmiraslan da məktəbə getsə də heç bir şey öyrənə bilməmişdi. Bu da 4 il məktəbə gedir və heç bir şey öyrənə bilmir. Əlinə gələn şeyi vurub sındırar, istədiyi adamın başına çırpar, üzünə tüpürərdi. Heç kəs ona bir söz deyə bilməzdi. Bağa köstüşlərinin 3-cü günü o Firidunu gizlənpaç oynamağa çağırmışdı. Deməli Firidunu o çağırır. 5-cə dəqiqə keçməmiş dəcəlliyə başlayıb bir kötüyü Firidunun başına endirmək istəmişdi. Və Firidun da kötüyü onun əlindən alıb, qarnına bir təpik vurub yerə sərmişdi. O motal kimi yıxıldığı yerdə düşüb qalmışdı. Və onun nəriltisinə, yəni səsinə həyətə qaçışan adamların içində Ərbab da var. Ərbab gəlir görür ki, Firidun onun oğlunu vurub. Ərbab gözü qızmış dəvə kimi özünü Firidunun üstünə atır. Cumur Firidunun üstünə. Lakin Firidun cəld arxın o tayına atıldıqda Ərbab da üzü üstə yerə dəymişdi. Ərbabın üzü üstə yerə dəyməsinə səbəb Firidun deyil, öz-özünə yıxılır. Deyər ki, Firidun Ərbaba qarşı yerə yıxır, yox. Ərbab öz-özünə yıxılır yerə. Ay uşaq, tutun bu vələdüznanı. Vələdüznan burada qeyri-etik ifadədir, söyüş mənasındadır, vulqarizmdir. Nökərlər Firidunun dalınca tökülmüşdülər. Firidun ağacdan ağaca yel kimi uçsa da kasarı otaya aşmışdı. Bu zaman yerindən durub ətəyini çırpan Ərbab Firidunun atasını yanına çağırmışdı. Deyir, a kişi, sənin gözündən xəyanət tökülür. Firidun atası da deyir ki, ağa, biz 100 ildir ki, bu torpaqda qulluq edirik. 10 sənin kimi ərbab yola salamışıq. Heç biri bizdən xəyanət görməyib. Deyir, yox, sən xain adamsan. Şələn şüləni də yığışdır, buralardan izin tozun görməyim. Yəni onu qovur. Firidun atası başqa bir yerdə işləmək istəyirdi, lakin əvvəla bir ərbabın qovduğu adama başqa bir ərbablar iş vermək istəməmişdilər. Yəni onlar bir-birindən dost idi. Təsəvvür eləyin, sizi hər hansı bir məktəb direktoru məktəbdən qovur, digər məktəbə getmək istəyirsiniz. Digər məktəb direktoru da sizi qovan məktəb direktorunun dostudur. Və o da artıq səni məktəbə qəbul eləmir. Bu şəkildə. İkinci də həmin ərbab Azərşəhərdən çıxmasa, işin uzun sürəcəyini kişinin qulağına çatdırmışdı. Yəni demişdi ki, Azərşəhərdən çıxıb getsin. Elə o gününcə Firidungil doğma torpağı tərk etmişdilər. Elə həmincə gündə tərk edirlər. Azərşəhərdən ayrıldıqları gündən Firidun ata və anasının üzünə dərin bir kədər görünürdü. Onlar çox fikirli idilər. Zahirən təmkinli və mülayim olmağa çalışsalar da, gizlin istiraf və əndişələrini gizlədə bilmirdilər. Deməli, Firidun həm atası, həm də anası kədər bürüyürdü. Firidun xüsusən anasının çox sıxıldığını hiss edirdi. Arvad torpaqdan qoparılmış bənəfşə kimi hər an, hər dəqiqə şikayət etmədən sakitcə sarılıb solurdu. Deyər ki, Firidun anası şikayət edirdi, xeyr, şikayət etmədən sakitcə sarılıb solurdu. Bir gecə uzun yoldan sonra hansısa bir karvansaradasa şirin yatdıqları zaman laylaya oxşar bir ağlama səsi. Anasının ağlamaq səsini laylaya oxşadır. Firidun yuxudan ayrılmışdı. Anası onun başını dizi üstə alaraq oturmuşdu. Firidun dərhal anasının boynundan sarılaraq bərk yatmış, atasını oyatmamaq üçün yavaşcadan anacan sən Allah ağlama demişdi. O gündən anası bir daha ağlamamışdı. Yəni içində çəkmişdi bütün əzab əziyyətlər və bu da çox pis bir şeydir. İnsan nəyisə demədikdə, dərdini bölüşmədikdə, ancaq içindən nəyisə düşündükdə, qəm, kədər çəkdikdə bu onun məhvinə səbəb olur. Həm onun xəstəliyi tapmasına səbəb olur, həm də psixoloji cəhətdən insanı məhv edir. Lakin hər gün biraz da çox sarılıb solmağa başlayır. Qüssə onun için yerdi. Tehrana atıldıqlarının 3-cü ayı, deməli 3 ay cəmi burada dözə bilir. Elə beləcə sakit bir şam kimi arvad sönüb getdi. Yəni öldü. Bu Firidun həyatında ən ağır xatirələrdən biri idi. Burada Firidunla Nürəddini eyniləşdirə bilərik. Hər ikisi vaxtından tez anasını itirir. Və Tehranda onlar çox çətinlik çəkirlər. Bir neçə gün bazarın ayağında qalırlar, sonra kiçik bir otaq kirayə edirlər. Atası iş tapa bilmədiyi üçün getdikcə əndişələri artırdı. Lakin xoşbəxtlikdən o xudmanı bir bağı və həyəti olan yaxşı bir adama rast gəlir. Bu atababa Tehranlı olan təqribən 65 yaşlı bir qoca olur. Və onun atababası da Tehrandan idi. Deyək ki, atababası Təbrizdən olan yox, Tehranlı idi. Həmin bu qoca da Tehranlı idi. Müəllim idi. Firidun atası bir ilin ərzində bağın sərgəsini dəyişir. Yeni ağaclar salır, yaxşı güllüklər düzəldir, cürbəcür peyvəndlər edir. Müəllim ondan çox razı qalır. Birinci aylar Firidun atasına kömək edərdi. Lakin bu da uzun sürmür. Tehrana gəldiklərin 3-cü yayında, elə 3-cü ilində. Anası ama 3-cü ayda ölmüşdü.
Atası qarın yatağı ilə naxoşlayır və naxoşluğunun 7-ci günü xəstəxanada vəfat edir. Xəstəxanada, evdə yox. Firidun tək qalır. Təbiətən və tərbiyəsinə görə insanpərvər olan qoca müəllim onu küçələrə atmır. Oxudur. Şəhərdə minlərlə yetim və başsız uşaqları görən Firidunun qəlbi bu müəllimə ömrü boyu unutmayacağı bir minnətdarlıqla dolu olur. Ögey qardaşı uşaqlarından başqa heç kəsi olmayan bu müəllim xəyalpərvər bir adam idi. Xəyalpərvər bir adam kimi idi? Məsələn, İblis faciəsində Arif. Arif də xəyalpərvər bir adam idi və əslən Tehranda olan bu qoca da xəyalpərvər bir adam idi. O dünyadakı bütün fəlakətin səbəbini cəhalətdə görürdü. Fəlakətlərin səbəbini cəhalətdə kim görürdü? Məsələn, Firidun, üzr istəyirəm. Müsbət Fəxrəddin faciəsində Fəxrəddin, Səadətdə fəlakətlərin səbəbini cəhalətdə görürdü. Firidun 1 il Təbrizdə işlədi. Deməli, nə qədər 1 il Təbrizdə işləyir. İkinci ili bu qərara gəldi ki, başqalarının da gözünü açmaq üçün hələ daha artıq biliyə möhtacdır. Niyə o yenidən oxumaq istəyir? Başqalarının gözünü açmaq üçün. Özünə görə yox, başqalarının gözünü açmaq üçün. Buna görə də Darülfünuna daxil olmaq fikri ilə Tehrana qayıdır. Tehrana qayıtma səbəbi nədir? Darülfünuna daxil olmaq. İlk əvvəl ona atalıq etmiş, qocanın yanına getmək özünə borc bilir. Böyük həyətin taxta qapısına gəlir, həmin o qocanın dəmiri döyür, evinə gəlir və qapı açılır və qapıda tanımadığı bir adam çıxır. Üst başına nökərə oxşayan bu adam Firidun həyəcanlı suallarına qarşı laqeyd və adi bir səslə müəllimin 6 ay bundan qabaq öldüyünü deyir və mülkünə də qardaş uşaqlara sahib olmuşdu. Yadınızda dediyi əvvəldəki bəs ögey qardaş uşaqlarından başqa kimsə yox idi. Həmin o ögey qardaş uşaqları bunun mülkünə sahib olurlar. Firidun bu xəbərdən pis olur və qoca müəlliminin, həmçinin ata-anasının da qəbrini ziyarət etdikdən sonra Təbrizə qayıtmaq istəyir. Baxın, burada qoca müəllim, ata-anasının qəbri, hər biri bunların qəbri hardaydı? Tehrandaydı, Təbrizdə deyildi. Bu qəbir Tehrandaydı. Çünki bilirsiniz ki, qoca müəllim Tehrandaydı, Tehranda dəfn olunmuşdu. Gəlir qəbri ziyarət eləyir və Təbrizə qayıtmaq istəyir. Lakin tezliklə bu fikrindən əl çəkir ki, yayda mən Təbrizdə nə edə bilərəm ki? Gedim kəndə dayısı Musa kişinin yanına. Bu kəndə dedikdə Tehranın kəndidir. Təbrizdə deyil, Musa kişi Tehrandadır. Deyir, kəndə dayı Musa kişinin yanına gedim, yayı orada işləyim, payız üçün nəsə bir pul düzəldim, Tehrana qayıdardı. Yəni Tehranın özünə indi kəndə gedəcəkdi. Gecə öz pərdəsini yığıb gedir, dan yeri sökülürdü. Bu gecə öz pərdəsini yığıb gedir bilsinlər, yəni səhər açılır. Bu eyninə səsli qızda var idi. Sərxoş gecə can verərkən. Yəni gecə can verir, ölür artıq, yəni səhər gəlir də, bu mənada işlənir. Firidun Musa dayının Allahu Əkbər səsinə yuxudan ayılır. Hava sakit idi. Axşamdan əsən meh, gecə yarısı kəsilmişdi. Buna baxmayaraq, çöllərdən, təpələrdən hələ biçilib qurtarmamış və başını aşağı dikmiş, zəmilərdən yüngül və sərin bir hava otların iyini, sümbülərin qoxusunu xırmana gətirirdi. Bu çox gözəl bir qoxudur. Kətdə olanlar bilir. Yaz vaxtı, bu yay hardasa iyun-iyul aylarında da bu vaxtı otların iyisi gəlir və yaxud da biçilmiş otların iyi olur. Çox gözəl bir iyidi. Bu həmin hissəni, həmin iyidir, xırmana gətirirdi. Nə üfüqlərdə, nə də göyüzdə bir tikə bulud yox idi. Yəni göyüzü buludsuz idi. Yazda, yayda fikir vermişsə elə gün olur ki, göyün üzündə birdən olsun bulud olmur. Bunlar çox gözəl təbiət təsvirlərinə yer verilib. Təbiət təsvirlərinə yer verilib bu əsərdə. Firidun qalxıb üst başını təmizlədi. Gecənin ayazında buz kimi olmuş küzənin suyu ilə əl-üzünü yudu. Sanki ona yeni bir həyat gəldi. Balaca ot tayasının yanında gövşəyən öküzlər gətirib vələ qoşul, özü də vəlin üstünə çıxır. İlk dəfə Musa kişidən eşitdikdə ləzzətdən qəhqəhə çəkib güldüyü sözləri özü deyir. Ha, dedəm sənə qurban, ha. Firidun vəlin üstündə idi. Sübdən işləyən və istidən üzülüb taqətdən düşmüş öküzlər zorla hərəkət edirdilər. Firidun özü də bərk yorulmuşdu. Musa dayı Səriyə xala və uşaqlar da işləyirlər. Səriyə xala Musa dayının arvadıdır, yoldaşıdır. Onlar sovuq atır, taxılı xəlbirləyir, xırmanı təmizləyirlər. Ayaz sovuruq atan atasına kömək edirdi. Ayaz da dedik Musa kişinin oğludur. Musa kişi məhəbbət və ümid dolu nəzərlər ona baxıb deyir ki, düşmən toxmalıdır, Allah saxlasın deyir. Bugün sabah yekə oğlan olub əlimdən tutacaq. Bu sözləri eşidən uşaq daha da ciddiyyətlə işləyirdi və atasının onu böyük yerində qoymasına sevinirdi. Yəni, bəzən onlara siz hər hansı bir iş görəndə, sizi tərifləyəndə daha da həvəslənirsiniz, daha da o işi həvəslə yerinə yetirmək istəyirsiniz, həmin hissədir. Uşaq da daha da ciddiyyətlə işləyir və atasının onu böyük yerində qoymasına sevinirdi. Birazdan sonra Firidun yorğun halda tərdən islanmış öküzləri açaraq ot tayasından kölgəsinə gətirdi. Musa kişi yaş ot bağlarından birini açıb onların qabağına tökdü, ha dedəm sizə qurban deyib boyunlarını tumarlayır. Gülnaz kimdir? Gülnaz Musa kişinin qızıdır.
Bu əsərin orijinalında var. İnşallah bunu yay vaxtlarında qəbul olduqdan sonra oxusaz görəcəksiniz. Gülnazla Firidun bir-birlərini sevirlər. Gülnaz saxsı bardaqdakı qatıqdan mis kasaya töküb ucu yelmiş taxta qaşıqla çalmağa başlayır. Qatıqdan ayran kimi bir şey düzəldir də ovduq. Onun içinə çörək, göy, soğan, xiyar, bulaq yarpısı doğrayır, yenə taxta qaşıqla çaldı. Güzədən su töküb ovduq düzəltdi və Musa kişilə Firidun qabağına qoydu. Onlar sükut içində ovduqdan biraz yemişdilər ki, Həsənalının çıxırtısını iş. Həsənalı kimdir? Musa kişinin qardaşıdır. Kömək edin, kafir məni öldürdü. Kafir dedikdə burada ilan nəzərdə tutulur. Bu metafordur. Metafordur. Köməyə gəlin, kafir məni öldürdü. Yerlərdən sıçrayıb onun yanına qaçdılar. Həsənalı balağı dizindən azca aşağı tez bez tumanını bərk-bərk buduna sıxaraq qışqırırdı. Gürzə çaldı, gürzə. Deməli Həsənalıya nə olur? Gürzə onu sancır. Gürzə onun yalın ayağının dalından, topuğundan çalmışdı. İlan dərzlərin arasında yatmış imiş. Həsənalı da su küzəsini götürən yerdə üstünə atılmışdı. Kişi ümidsizliğini özünü itirmişdi, nə etmək lazım gəldiyini bilmirdi. Arvadı və 6 uşağı bir-birinə qarışaraq ah fəryad səs-küy qarışmışdı bir-birinə. Musa kişi Həsənalının dizdən aşağı qıçını sarıdı, qatıq-qatıq deyə uşaqlara döndü. Qatıq necədir? Qatığı da bayaq Gülnaz neynədir? Ovduq düzəldi. Əgər Gülnaz biraz gec düzəlsəydi, bəlkə də qatıq olardı. Qatıq yox idi. O çaparaq kəndə tərəfi yollandı. Atın belində xırmandan uzaqlaşan Mübaşir Məmməd var da, bu Mübaşir Məmməd bizdən olsa da çox alçaq birisi olur. Bunu eyni ilə Səsli qız poemasına var idi. Şişman Xoca, qarnı tox tacirbaşı bizdən idi, amma satqın idi. Bu da həmin obrazdır. Özümüzdən olsa da satqın bir obraz olur. Mübaşiri haraylar, amma Mübaşir çiyninin üstünə ona tərəf baxıb, atı çapır gedir. Musa ki ondan bir kömək gəlməyəcəyini görüb qayıdır. Həsənalının da qıçı başlayır şişməyə də. İlan onu sancıbsa artıq qıç başlayır şişməyə. O zəhər bütün bədənə yayılır. Musa kişi kəndə gedib gələnə qədər gecə olacağını düşünür. Onu eşşəyin belinə sarıyaraq aparmaq istəyir. Lakin Həsənalı etiraz edir ki, qıçını göstərib təcili əlac istəyir. Arvad və uşaqlar baş gözün yol olan nal edirlər. Firidun deyir ki, Musa dayı, həkim tap. Bax, həkim istəyən kim olur? Firidun. Bunu Müsibət Fəxrəddin faciəsində həkim istəyən kim idi? Fəxrəddin. O vurulanda həkim deyirdi ki, hərgah ağciyərə dəyməmiş olsa, şans var, çarə var. Həkim gətirin. Amma Əhməd məsələsində həkim yox. Mahmud vurulanda həkim məsələsi olmur. Orada molla istəyirlər. Rüstəm kişi molla istəyir. Əhməd deyir ki, Allah etsin. Bu vaxt molla nə gəzər? Səadət başlayır onun başının üstünə Quran oxumağa. Deyir, ay rəhmətli bu xarabada həkimin nə işi var? Və həkimin yoxluğundan başqa hansı əsərdə danışırdı? Heydər babaya salamdır. Nə deyirdi? Dedim Məmməd Hüseyin ölüb. Soruşdum ki, nə olub? Dedilər ki, burnundan qan açılıb, ölmüşdü. Deyir, burada burundan qan kəsən bir təbib yox idi. Həkimin yoxluğundan Heydər babaya salamlı da danışırdı. Artıq şişdə xeyli yuxarı işləmişdi. Artıq zəhər yayılmağa başlayır. Bunu görən Həsənalı üzün Musa kişiyə tutur ki, xəncərdən zaddan tap, mənim ayağımı kəs. Heç kəsin əli gəlmir. Həsənalı da bunu görür. Deyir, nə qədər gec deyil, kəsin. Balta ilə də olsa kəsin. Arvadına da deyir ki, nə şivan qoparmısan? Kiri uşaqlarına səsini kəs. Uşaqlar da arvadda sakitcə durur. Həsənalı qıçının xırman ayağındakı uzunsov daşın üzərinə aşır. Deyir ki, vur. Bircə zərbə ilə üz. Balta tapırlar. Kim baltanı qaldırırsa, heç kim deyir ki, əlim gəlmir və heç kim ürək eləyib kəsə bilmir. Bu Həsənalı deyir ki, Qəssabalıya müraciət edir. Deyir, Qəssabalı, niyə durmursan? Mənim ölümümü ki istəmirsənsə, götür baltanı, çırp bura. Qəssabalı bir söz demir, adamları itələyir və baltanı götürür, hərləyib qaldıranda hamı başını yana tutur, Həsənalının qıçını kəsir və əski yandırıb basırlar həmin yaraya. Bu əski yandırıb basmayı xatırlayın. Dədə Qorqudda Sadoqazan evinin yağmalaması Çoban, Qaraca Çoban. Orada o öz yarasına əski yandırıb basır o da. Firidun dayana bilməyib qəmgin bir halda xırmanlara dönür, şişə səsini anlamır, onsuz da ehtiyat içində əzdən uşaqların gələcəyini düşünür və bədbəxt millət deyib köksünü ötürür. Nə vaxt bədbəxt millət hesab edir? Həsənalının ayağı kəsiləndən sonra. Görür ki, Həsənalının ayağı kəsildi. Zaten bunlar zar-zor keçinirdilər, kasıb adam idilər, 6 uşağı da qaldı belə. İndi bu işləyə də bilməyəcək, uşaqlardan necə olacaq fikirləşib deyir, bədbəxt millət. Öz-özünə deyir ki, kətdən qaçmaq lazımdır. Burada dərddən qüssədən başqa bir şey yoxdur. Bax, deyəcək bu hissəni nə vaxt deyir? Həsənalının ayağı kəsiləndən sonra. Həsənalının ayağı kəsiləndən sonra oradakı milləti bədbəxt hesab edir və deyir ki, kətdən qaçmaq lazımdır. Niyə? Çünki bu dərddən, qəmdən, qüssədən başqa heç bir şey yoxdur burada. Kənd bir-birinə dəymişdi. Xırmanlarda, evlərdə, küçələrdə, bulaq başına, çay qırağında eyni söz danışırdılar. Nə etməli sualı verirdilər. Və heç kəs də bu suala cavab tapa bilmirdi. Nə etməli? Heç kəs nə etmək lazım gəldiyini bilmirdi. Amma hamı narazı idi.
Hamının ürəyi dərddən, qəzəbdən partlamaq dərəcəsinə gəlirdi. Uşaqdan böyüyə hamının bütün kəndinin qabağında bir sual durmuşdu. Nə etməli? Lakin bu sual cavab tapacaq bir adam yox idi. Bu sual Firidunu da düşündürdü. O yeriyəndə də, yatanda da, su içəndə də bu sual cavab tapmağa çalışırdı. Nə etməli? Kəndə böyük ümidlə gəlmişdi. Elə düşünür ki, qış xərcində özü ilə aparacaq, Musa kişiyə kömək etməklə özü də çörəkləri çəkməyəcək, Darülfündə oxuya biləcəkdi. İndi bu illərin hamısı da boşa çıxmışdı. Bununla belə artıq o özünü düşünmür, özünü artıq kəndlərin halına yanırdı. Çünki o cənnə cəfa basıb oxuya-oxuya tacir uşaqlarına dərs deyər, necə olsa güzəranını təmin edərdi. Onu düşündürən tanış olduğu bu evlərin içinə qədər, sandıq və xurcunlarına qədər bələd olduğu, qarşısında bir sürü lümlüt körpəsi civilləşən kəndlərin halı idi. O bütün ümidini, bütün gələcəyini bu ilki məhsula bağlamış Musa kişilərin və Həsənalıların yetimlərinin halına yanırdı. Ürəyini dağlayanda bu idi. Mübaşir Məmməd məhsulun bölünməsi haqqında ərbabın yeni şərtini kəndə gətirdiyi saatda, deməli, Mübaşir Məmməd, ərbabın yeni şərtini kim gətirir? Mübaşir Məmməd. Məhsulun bölünmə məsələsi. Bu məhsulun bölünmə məsələsi eyni ilə türkün dilində də var. Orada deyir ki, yazıq bizlə hasil bölənlər. Orada da ərbabların kəndlilərə məhsul bölməsi məsələsi orada da qabardılır. Yeni şərtini kəndə gətirdiyi saatda gözlərdəki ümid sönmüş, üzlərdəki şadlığı bir gücsüzə və əzablı bir fikir əvəz etmişdi. O vaxtdan da bu sual ortağa çıxmışdı ki, nə etməli? Və kəndlərin hamısını gətirib bir xırmanın yanına yığmışlar və tayının dibində köhnə kilimlərdən çadıra oxşar bir şey düzəltmiş, içinə də kürsü qoymuşlar. Kürsünün də üstünə xalça döşənmişdi. Orada zahirlərdən çox görkəmli ağalara oxşayan 4 nəfər oturmuş və Mübaşir Məmmədlə Əli Əmniyyəbaşı qabaqlarında əmrə hazır durmuşdu. Deməli ki, Mübaşir Məmmədlə Əli Əmniyyəbaşı da əmrə hazır vəziyyətdə durmuşdu. Yanlarında da iki başqa əmniyyə də vardı. Kəndlər 15-20 adam aralı halay vuraraq onlara əhatə etmişlər. Musa kişi də maraqla kütlənin içərisinə girmək istəyən Firidunu qarşıladı və yavaşca qulağına pıçıldadı. Ərbab özü gəlib. Ağay Hikmət İsfahanı. Deməli, ərbabın adı nədir? Ağay Hikmət İsfahanı. Deyir o bura niyə gəlib ki? O da deyir nə bilim, deyirlər ki, qonaqlarını götürüb yaylağa çıxıbdır, səyahətə gəlibdir. Yolu buradan düşüb Mübaşir Məmmədi təşrif gətirib kəndə. Firidun adamların arasında özünə yer eləyir, belə ki, o həm kəndləri, həm də ağaları rahatca görə bilirdi. O uzun boylu, canlı və bütün boynunu ət basmış, Hikmət İsfahanı diqqətlə süzür. Deməli, Hikmət İsfahanının xarici görünüşünə yer verilib. Xatırlayırsınızsa, Heydər Babaya Salam poemasında kimin xarici görünüşünə yer verilmişdi? Orada da xarici görünüş məsələsi var idi. Nənə qızın gözləri deyirdi, Rəşxəndənin şirin-şirin sözləri deyirdi. Sonra orada Mir Mustafa dayı var idi, uca boy, Tolstoy baba deyirdi. Mir Mustafa dayının və nənə qızın xarici görünüşünə yer verilib həmin Heydər Babaya Salam poemasında da. Ərbab qaya kimi susub, durmuş kəndlərə baxırdı. Bu sükutun altındakı qəzəb və nifrəti hiss etmiş, özünü vahiməli göstərməyə çalışırdı. Qaşqabağını sallamışdı. Bu Firidunun düşüncəsi olub. O kəndlilərdən qorxur. Bu lal kütlənin hərəkətə gələndə sel kimi yolu üzərindəki hər şeyi yuparacağını hiss edirdi ya, bu fikir Firidunun başından keçir. Yəni Firidun da hiss edir ki, o kəndlilərdən qorxurdu. Hikmət İsfahani ağır bir sükutu pozur. O farsça danışırdı. Ağır və dərin kəndlilərdən bir-biri ilə baxışlar. Kimisə, ağa nə buyurdunuz, qanmadıq. Danışır farsça, amma bu başa düşmürlər də, deyir bizi də başa salın. Mübaşir Məmməd əyilib Hikmət İsfahaninin qulağına pıçıldayır ki, bəs kəndlər səni başa düşmədilər. Mübaşir Məmmədə o da başı ilə razılıq əlaməti verir. Mübaşir Məmməd üzünü cəmaata tutur. Deməli, Hikmət İsfahaninin şərtini Mübaşir Məhəmməd deyir. Hikmət İsfahani özü demir. Deyir, ağa buyururlar ki, insaf və ədalət naminə gərək məhsulun onların buyurduğu kimi bölünsün. Başqa heç bir çarə yoxdur. 5də biri sizin olsun, kəndlilərin. 5də biri kəndlinin. 5də 4-ü kimin olsun? Ağanın. 5də 4-də ağanın olsun. Çünki ağanın özünün də xərci var, dövlətin vergisi var, məmur var, nökər var, hamısı ağzını açıb yeməkdir. Kəndlilər buna etiraz edirlər. Deyək ki, kəndlilər də, bax burada Sabirin əkinçi satirasından fərqli olaraq buradakı kəndli etiraz eləməyi bilir. O Sabirin kəndisinin amma etiraz eləmirdi. Kəndliyə dedi ki, sən get, keçən yorğanı satmışsan, get bu il palas satmağa ol amadə əkinçi. Nə bilim, deyirsən də heydə yoxumdur, çıxarıb canını allam, nə bilim, bədənini inşallah tuturam. Kəndli əkinçi satirasında üsyankar bir obraz deyil. Amma burada görür kəndi üsyan edir, etiraz bildirən bir uğultu keçir. Deyirlər ki, bəs nə oldu sənin əvvəlki sözün? Bəs bizim balalarımız torpaq yesin, ölsəydə 5də 2-sini götürəcəyik. Buradan bu hayküy içərisində kütlə hərəkətə gəldi.
Onun laqları arasında dairə xeyli daraldı. Yəni bunlar elə bil ki, kütlə belə idi. Bunlar da burada oturmuşlar. Kütlə artıq biraz qabağa gəlir. Kəndi qabağa gəlir. Amma Hikmət İsfahaninin əsəbləşdiyini görən əmniyyələr tüfəngin qundağı ilə cəmaatı geri oturtdururlar. Artıq burada da şeylər var. Tüfəngdə olan yaxşı çəkə bilsəm. Burada da şeylər var da, bu əmniyyələr var. Yəni bunu qoruyanlar. Artıq görür ki, kəndi qabağa gəlib tüfənglə vurub qundağı ilə, qundaq o tüfəngin arxa tərəfində vurub bunları geri çəkirdirlər. Yerlərinə deyir çəkilin yerinizə. Bir sakit olun. Mübaşir Məhəmmədə cəmaatı üzür. Qoyun sürüsü kimi bir-birinizi dəyməyin. Görün bu nə qədər alçaq adamdır ki, öz həmvətənlərindən qoyun sürüsü deyir. Deyir qoyun sürüsü kimi bir-birinizə dəyməyin. Firidun Musa kişinin üsyankar bir sifətli Hikmət İsfahanın qabağında durduğunu görür. Musa kişi gedir üsyan eləyir. Amma təbii ki, Musa kişi də axıra kimi üsyanı davam etdirə bilməyəcəyini görürük. O üç uşağını da sağ tərəfinə alır, Həsənalının 6 yetimini də sol tərəfinə vurur. Deməli, bu olsun Musa kişi. Musa kişini çəkəcəm sizin üçün. Bu olsun Musa kişi. Musa kişi 3 dənə uşağını, bu da olsun bunun 3 dənə uşağını, öz 3 uşağını sağ tərəfinə vurur. Sol tərəfinə bu Həsənalının da 6 dənə yetimin, bunlar da neyinir? Vurur böyrünə, gedir İsfahanın qarşısına. Deyir, ağam, dədəm sənə qurban. Bu tifillərin, bax, bir yazığın gəlsin. Bax, görürsən ki, boğazları çöpdən nazik, qarınlara tuluq kimi şişib. Niyə? Baxın, bu qarınların tuluq kimi şişməsi harda var? Türkün dilində var idi. Deyir, insan odu tutsun bu zəlil xalqın əlindən. Yox. Deyir, ərbablarımızda millət qəmi olsa, bu çocuklar çöpə dönməz. Burada bu məsələ qabardılmışdı. Əyinlərindəki Allah şükür görürsən ki, çılçıplaqdır. Bizə yazğın gəlsin, ağa, hamımız bu gündəyik. Aha, deyir, görürsən ki, bu gündəyik. Mübaşir Məhəmməd yenə əyilib Hikmət İsfahaninin qulağına nəyəsə pıçıldayır. Hikmət İsfahani Musanın üstünə qışqırır ki, heç utanmırsan kişi, 3 ildir su pulun vermirsən. Bir söz demirəm, budur yaxşılığın əvəzi. Musa kişi deyir ki, ağam nədən sürməm, dədəm sənə qurban, mən hər il verirəm, amma o su pulu qurtarmaq bilmir. Mən verirəm, o artır. Bir dəfəlik ver müamiləsi. Müamiləsi nədir? Faizi. Kapital bankdan kredit götürüb, kreditli ödəyir, amma faizi bitmir ki, bitmir. Ödəyirsən, bitmir. Nə eləyək, ağa, verərəm. Sən bu il bizə rəhm elə. Bu tifillərin boğazını kəsmə. Biz də borcundan çıxarıq, Allah kəmri. Deyir, bizə rəhm elə də, biz kasıb adamıq. Bu uşaqların sən boğazından kəsmə. Hikmət İsfahani də yuxarıdan aşağı nifrətlə ona baxar. Yenə var, yoxsa hamısı budur. Deyir, başa düşmədim. Mübaşir Məhəmməd də deyir ki, ağa buyurur, övladan yenə var, hamısı budur. Musa kişi də ciddiyyətlə cavab verir. İndi sevinir də, deyir, yəqin ki, 100% ağanın nə oldu, yazığı gəldi mənə. Deyir, bu üçündən başqa biri də var, yekə qız uşağıdır. Kimi deyir? Gülnazı deyir, hansı ki, bayaq qatıqdan istifadə edib, oduq düzəltmişdi, bütün qatığı istifadə eləmişdi. Deyir, həya elədim, gətirmədim. Deyir, bəs bu altısı kimdir? Deyir, ağa başına dönəm, yetim kimi bir şeydilər. Dədələri 2 gün əvvəl. Elə buradaca ilan çaldı. Deməli, bu hadisə nə zaman baş verir? Həsənalının ayağı kəsiləndən 2 gün sonra. İlan çaldı. Qıçını kəsməli olduq. İndi 50-50 yatır evdə. Bu yetimlərin də ruzusunu kəsmə bizə rəhm elə. Deyir ki, İmam Rıza yolcusu kimi zəhləmizə tökmə. Kişi, yana çəkil. İmam Rıza yolcusuna bənzədir. Bax, deyir, Allahdan qorx, ağa. Fağır çörəyin yemə, Allahdan qorx. Gəlin xatırlayaq görək, Allahdan qorxulma məsələsi harda var idi? Allahdan qorxma məsələsi Sultan Səncər və Qarada var idi. Sultan Səncər və Qarada. Qarı orada Sultan Səncərin Allahdan qorxmasını deyir. Deyir, qorx, səndən də çəkilər hesab. Deyir, axirətini fikirləş, yəni o dünyanı fikirləş. Və Allahdan qorxutma məsələsi Sultan Səncər və Qarada da keçən bir məqamdır. Fağır çörəyi yemə, Allahdan qorx. Mübaşir Məhəmməd Hikmət İsfahaninin qulağına tərəf əyilir, yenə nəyisə pıçıldayır. Bu da aləmi qatır bir-birinə, nələrsə deyir də onun qulağına. Hikmət İsfahani ayağa durur. Kişi, yəni sən Allaha zada inanmırsan, deyə Musa kişinin yaxasına yapışır. Deyir, əstəğfurullah elə dedəm sənə qurban, əstəğfurullah, ağzın quruyar. Deyir, yox, inanmırsan deyirəm. Sən Allaha inansan, gecə dəzlənmiş buğdanı xırmandan oğurlayıb evinə daşımazsan. Şər atır buna əslində. Şər atır. Deyir, sən gecə dəzlənmiş buğdanı oğurlayıb evinə aparmısan. Musa kişi cəmaata heyrətlə baxır. Deyir, buyur dədəm sənə qurban. O buğda, o da sən. Gecə necə dədə, elə də durur. İnanmırsan, gedək baxaq. Və gedirlər, hərəkət edirlər. Mübaşir Məhəmməd qabaqda, nəsə bunlar gedirlər. Musa kişi balaca uşaqlarının yanına çıxarıb hamıdan qabaq xırmana tərəf qaçır. Xırmana çatdıqda hamını heyrət alır. Doğrudan da dəc pozulmuşdu. Özləri pozdurmuşdu da. Hikmət İsfahani Musa kişinin boynundan aşağı basıb dağılmış buğdanı göstərir. Hə, deyir, bu nədir? O kinolarda falan bəlkə görmüşsünüz. Ağa tutur nökərin boynundan basır ki, bəs bu nədir? Bax, burada eyni məsələdir. Boynundan tutub aşağı basır ki, bax, körsən, görmürsən, bəs bu nədir?
Musa kişi dəli kimi bir buğdayı bir də Mübaşir Məmmədə Əli əmniyə baxıb qışqırır ki, camaat deyir inanmayın. Bu buğdaların hamısını əlimizdən almaq üçün bəhanə edirlər, yalandır. Hikmət İsfani qızardı. Deyir, yəni sən dərəcə pozmamısan, hə? Deyir, xeyr, Allah bilir ki, mən pozmam. Deyir, yaxşı onda yoxlayacağım, Qurana əl bas. Camaat kənara çəkilir. Sofi İranpərəst 7 addım sayıb torpaqdan küt-büt qalaq qayardı. Quran əlində onun yanında durdu. Camaat gərgin bir vəziyyətdə Musa kişiyə baxdı. Firidun nəzərləri ondaydı, hamı gözləyir ki, görək bu an içəcək yoxsa yox. Onun gözlərində ağır bir peşmançılığın izləri vardı. Peşman olur deməli. Gördünüz? Musa kişi Dəcib ağaya, Hikmət İsfaniyə etiraz etdiyi üçün peşman olur. Peşmançılıq var bax. Deyər ki, peşmançılıq olmur, yox, peşman olur sonda. Hikmət İsfani soruşur. Buyur and iç sözü qutaraqda deyir. Musa kişi qıçları əsə-əsə 3 addım atır, 4-cü addımda dayanır. Başlayır Hikmət İsfani'nin qıçlarını qırmaq. Ağa, mənə rəhmin gəlsin. Çevir məni balaların başına. Hamısını götür get. Heç nə istəmirəm. Bayaq gör nə deyim, indi hamısını götür get, mənə burax qoy çıxım gedim. Hikmət İsfani ayaqla onu itilədi. Yox, belə dinsizlərə cəzasız qoymaq özü Allahın yanında böyük bir günahdır deyir və özünü Əli əmniyə başı tutur. Kəndir gətirin. Bu dinsizi ağaca sarıyın 200 çubuq. Əmli əmniyə başı və o biri 2 əmniyə. Əmniyə də burada birisində mühafizə kimi şeydir, indi bildiyiniz, nə bilim, əskəri kimi, onun yanında olan o əskərləri. Qaşını tərpətdi. Əmniyələr tez hərəkət etdilər. Heç kəsin səsini çıxmırdı. Musa kişi ölü kimi başını sallayıb durmuşdu. Firidun da ona baxır, tərəddüd içərisində düşünürdü ki, onun dəcib pozub taxıl oğurlarına inana bilmirdi. Amma niyə and içmirdi? Bunu şagirdlər çox soruşur ki, bəs müəllim, madem ki Musa kişi belə idi, niyə and içmirdi? Madem ki o pozmamışdı, bəs niyə and içmirdi? And içib deyərdi. Yadda saxlayın, Musa kişi çox dini inanclı biri olur. Yəni o hər şeyə görə Qurana qorxur, Qurandan qorxur. O pozmuyor, amma yenə qorxur ki, Qurana and içdirsin, Quranın Allahın qəzəbinə tuş gələr. O ona görə qorxur ki, deyir başım buraxda mən and içib eləmirəm, nə istəyirsən götür çıx gəl. Amma pozmayıb, dəcə pozmayıb. Sadəcə Allaha inamından, Qurana olan o inancı buna imkan vermir onun and içsin. Əmniyələr Musa kişini ağaca bağlayıb yaş söyüd çubuqlarını onun lüt bədəninə çırpmağa başladılar. Musa kişi ağrılara dözməyə, inildəyib ağlamaqdan çəkinməyə çalışırdı. Amma Firidun görür ki, o işgəncədən eybəcər hala düşüb, üzünü qurumuş dodaqlarına baxdıqda gözləri dumanlanan kimi oldu. Səriyə xalına və körpənin naləsi qulağına çatır. Firidunun da yazığı gəlir də. Deyir, dayanın, vurmayın dedi. Onda günah yoxdur. O bulağa su gətirməyə getmişdi. Mən Vəli qoşmaq istəyəndə ayağım xəlbirləşdi, buğdanın üstünə yıxıldım, dədpoz oldu. Firidun deyir, dözmüyor, yalan danışır. Deyir, onun günahı yoxdur. Mən bəs Vəli qoşmaq istəyəndə ayağım da xəlbirə ilişdi, buğdanın üstünə yıxıldım, dəzdə pozuldu. Onda günah yoxdur. Kəndlər dincəlmiş kimi dərindən nəfəs alırlar. Sofi İranpərəsti üzünü tutur, deyir, 7 addım say, qoy Firidun and içsin. Sofi İranpərəst 7 addım sayır, yenə əlində Quran torpaq qalağının yanında durdu. Firidun da qətiyyətlə neynədi? 7 addım yerib dağıtdı və Qurana əl bastı. Bu Quran haqqı düz deyirəm. Baxın, Firidun təhsilli şəxs idi, biraz oxumuş idi. O bilirdi ki, artıq belə bir məqamda and içməyin onun üçün heç bir, belə deyim də, yəni ona heç bir xələl gəlməz. Amma bu biraz çox dini inanclı birisi idi, qorxurdu, and içməyə belə qorxurdu. Cəmaatdan sevinç dolu bir səs çıxdı. Musa kişini açıb paltarın özünə verirlər ki, Firidun qayıdıb Hikmət İsfani'nin qarşısına durdu. Bu dəfə Firidun gedir üsyana. Deyir, ağa, sizin əvvəlki sözünüzü pozmağa haqqınız yoxdur. Bu gərək sizin şərafətinizə də sığışmasın. Necə danışmışıq, elə də gərək məhsul bölünsün. Torpaq sizindir, bu eləyir 1 pay. Su sizindir, bu eləyir 2 pay. Mal sizindir, eləyir 3 pay. Deməli, 5də 3'ü sənin olsun, necə ki, əvvəldən danışıbsan. Torpaq sənindir, su sənindir, mal sənindir. Amma toxum bizimdir, 1 pay, bir də əl zəhmət haqqı da bunun fəhləliyi eləyirsən. Bu da 1 pay, 5də 2 də bizimdir. 2 pay, deməli 5də 3 sizin, 5də 2'si bizimdir. Kiçik bir fasilədən sonra səsini uzatdı. Ya öləcək, ya da 1 pons artıq verməyəcək. Kim deyir bunu? Firidun deyir. Ya öləcək, ya da 1 pons artıq verməyəcək. Hikmət İsfani qışqırır. Deyir, xeyr, torpaq 2 paydır. Mən hələ bunun xışını demirəm, vəlini demirəm, şanını demirəm. Məgər onlar yerdən çıxır. Onların üstünə gəlsən, gərək 5də 1'i yox, 6da 1'in verəm. Deyir, bağışlayasınız ağa, onlar malın üstündə gedir. Torpaq da 1 paydır. Rəyyətin başına bu müsibəti gətirmək olmaz. Rəyyət də adamdır. Rəyyət kəndi deməkdir də. Qayıb deyir ki, gədə, sən nəçisən? Deyəsən, sənin fikrinlə köhnə bazara təzə nırx qoymaqdır. Və burada məsələ aforizmə yer verilir.
Bağlayın bunu ağaca. Bu da kim gəlir? Deyir, bağlayın ağaca. Kim səsini çıxartıb ağaca bağlayır. 100 çubuqda buna. Bayaqdan bəri Firidun'a baxıb dişlərini qıcayan, mübaşir məhəbbətlə nə isə danışan Əli əmniyə başı bığlarını işir. Əmniyələr Firidun'a tərəf gələndə Firidun müqavimət göstərir. Bunlardan birini yıxır. Mübaşir Məmmədlə Əli əmniyə başı gəncin qollarına bağlayıb ağaca bağlayırlar. Hikmət sifani ilə gəlmiş adamlardan bütün bu hadisələri diqqətlə izləyən qartal baxışlı birisi irəli yerdi. Bu kim olacaq? Kürd Əhməd olacaq. Səhv etmirəmsə Kürd Əhməd olmalıdır, hə. Firidun göstərərək ərbaba müraciət etdi. Bu ağanın danışığından siyasət iyi gəlir. Mən cəsarət edib sizdən bu çox yaxşı birisidir. Kürd Əhməd yaxşı adamdır. Sizdən xahiş edirəm onu döyməyin. Onun cəzası daha ağırdır. Bu kiçik bədəni məcazatla ona layiq olduğu daha ağır cəzadan qurtarmış olarsınız. Əli əmniyəbaşı əmniyyələrə nə isə tapşırır. Onlar Firidunu götürüb gedirlər. Hikmət İsfani üzünü kəndlərə tutdu. 5də 1-i sizindir, 4-ü mənim vəssalam. Danışıq qutardı. Ağay Kürd Əhmədi də buraya qoyub gedirəm mənim vəkilimdir. Deməli vəkil kimi qoyur? Kürd Əhmədi qoyur. Kürd Əhməd ağır nəzərlərlə sükut içində durmuş, kəndlərə baxdı. Kəndlər qaya kimi lal, etimadsız, davamlı və yoxlayıcı nəzərlərlə onu süzdülər. Əsər epik növdədir, roman janrındadır, nəsrlə yazılmışdır. Təhlil hissəsinə özünüz baxarsınız. Video çox uzun olmasın deyə burada yekunlaşdırıram. Sağ olun, salamat qalın.